Bərəkətli bir ay, gözəl bir ay bizə üz tutub gəlməkdədir. Qad aqbələ iləykum şəhrullah bil bərəkəti və rəhməti və məğfirə. Elə bir ay ki, həm rəhmətlə, həm bərəkətlə, həm bağışlanmaqla bizə üz tutub. Yəni ki, müəyyən qədər onun sevincini duymaqdasınız. İnsan bəzən elə sevinir ki, bu ayın gəlişinə uşaq necə sevinər. Ona bir hədiyyə alsan, bu ayın xüsusi bir dənə sevinci var. Bu məsələnin bir tərəfidir. Həzrəti İmam Səccad deyir, Allahümmə, mənim Allahım, əlhimnə mərifətə fəzlihi. İlahi, bu ayı tanımağı mənə nəsib elə. Bu ay haqqında mənə bir mərifət əta elə. Tanıya bilin bu ayın həqiqəti nədir. Və iclalə